Hamınıza salam dostlar. Mən Nihat. Bugün sizlərlə birlikdə Car Simulator 2-də bütün görevləri etməyə çalışacağam. Bilirəm ki, mən də bütün görevləri eləyə bilməyəcəm bir gündə. Yəni eləyərəm, amma video çox uzun olacaq və bu videoya da montajlamaq mənim üçün çox çətin olacaq. Ona görə də bunu part eləməyə qərar vermişəm. Nəysə, dostlar, mən bunu APK-ni yükləmişəm. Yəni bu Car Simulator'un hiləli vəziyyətdə də. Əgər siz də istəyirsinizsə, bu video 3 like. Videoya 3 like gəlsə, mən necə bunu yüklədiyimi mən sizə göstərəcəyəm. Nəysə, ilk görevdən başlayaq. İlk görevdən başlayaq dostlar. İlk görev budur, amma bu öğreticidir də. Yəni deyil, mən hər gün gələn mağaza baxarım həmsində. Nəysə, deyir gedim benzin istasyonuna. Dostlar, maşın necədir? Polislərin əslində başqa maşın almaq fikrim var idi. Amma polislərdən falan rahat qaçsın deyə ona görə bu maşını aldım. Qapını aç. Mən basmıram. Nəysə, nə edəcəkdik? Bunun benzin yeri. Bastık. Tamam. Doldurduk. Bastık, bağladık. Maşınımızı təzədən binirik. Bəli. İndi deyir ki, burada bəzi maşın bazarları var. Maşın bazarlarının istəyən maşınları ala bilərsən. Bunlardan birinə sür. Biz də bunlardan birinə sürək. Bizi bura gətirdi. Gözəl. Aydı. Çək bu maşın alaydım. Hilədir məndə. Amma yəni, bütün görevləri eləyib bu maşınların hamısını alacağım. Yəni pullu olanlardan başqa təbii ki. Adəm mənim maşınımdan. Nəysə. Yaxşı. Yarış maşınlarının kilini açmaq üçün yarışları qazan. Lüks maşınlar sahibi olmaq üçün də mafiyaya kömək et. Oldu. Nə dərik? Yəni oyundur, yəni bu əslində. Yəni əslində olsa, realdan olsa, mən heç vaxt mafiyaya kömək eləmədəm. Sadəcə indi bu oyunda qəşəng maşınlar olsun istəyirsən. Gəldik. Ustaya gəldik. Görək. Deməli, nə deyir? Ustada maşınını görünümünü dəyişdirə bilərsən və istatistiklərini yüksəldə bilərsən. Yeni parçaların kilidini açmaq üçün yarışlar qazanmalısan. Oldu. Yüksəltmə satın al. Yüksəltmə satın al. Pəncərəsinə get. Bir əlavə parça tərcümə yeməlim. Set və yüksəlt. Onu seçdik. Özü seçilməzmi? Neyse. Öğretici devam edelim. Ayrıldık bazardan. Bazardan dedim ustadan ayrıldık. Şəhərdə satın ala biləcəyin bir neçə qaraj var. Bunlardan birindən sür. Qabaqda ben var, onu sürəcəm. Nə qədər çox araban, nə qədər çox maşının olarsa, o qədər çox qaraja ehtiyacın olar. Bir maşın satın almadan öncə boş yerin olduğuna əmin ol. Yoxsa başqa qaraj satın al. Okay. Şəhərdə satılıq bir apartman var. Bir neçə binalar var. Bu binaları satın almaq istəyirsən, çox çalışmalısan. Məndə hilədir. Mövcud görevlərini xəritədə işarətlənmişdir. Bu görevləri tamamla. Biraz pul qazan və bunları araba satın almaq və yüksəltmək üçün harca. Oldu. 40.000 verdi. Mən pul ehtiyacım yox adama neysə. Demədən qaraj maşını satın alaq. Düzəlsin, mən maşını hələ almayacağım. Bütün görevləri eləyəndən sonra olacaq. Amma neysə.
Dostlar, çəkmə maşın biraz sürətli bazlaşır. Çünki park görevlərində mən bu uz maşından istifadə edəcəm. Neysə. Neyse dostlar, ilk görevdən başlayaq da. Xəritədə görevə. Ay. Mən də xəritədə görev tapım. Mafya falan nə olsa olsun. Sonra gəlib qarşınızda olacam. Dostlar, park görəvinə gəldim. Buradakı park görəvinə yiyəcəm. Bütün park görevlərini eləyəndən sonra park görevlərinə aid olan maşınlar olacaq. Birinci bu asandandır, ən asandır. Ən asandan başlayaq. Amma uşaqlar, siz onun için bilmirsiniz. 4 dənə maşın saxlamalısınız. 4 dənə saxlamalısınız maşınınızı, bilirsiniz. Çox çətindir. Bəlkə mexanika eləyək maşını, rahat düşürək. Amma neysə qalsın. Onu dayım neydi? Bibim oğlu eləyə bilir. Çox işə sürmək mexanika. Əslində mən də sürə bilirəm. Sadəcə mən də ələnirəm. Yəni mən planşetdə, maşında olsa sürərəm, kompüterdə olsa sürərəm. Amma telefonda mən mexanika sürə bilmirəm. Amma özü söküşə sürür. Arxa edirsən. Oldu. Arxamı da görmürəm. Dəxə oyundu. Kameranın özü arxa eləmiş. Saxladıq bunu da. Dostlar, deyirəm 3-cü, 4-cü ildə eləyim, videomu bitirim. Çünki videonu editləmək çox uzun olacaq və siz də izləməyəcəksiniz. Çünki izləməyən abunə izləyicilərim ola bilər. Onlar da yəni səbirlər çatmaya bilər də. Ona görə balaca eləyəcəm videonu. Yəni qısa eləyəcəm. Balaca neydi? Qısa. Videonu qısa eləyəcəm. Yəni çox uzatmayacam videonu. Qabaq. Yəni çox uzatmayacam. Bir 10 dəqiqəsində, 8 dəqiqəsində falan videonu dayandıracağım. Videonu dayandırdığım kimi gedəcəm Kapkuta, Captuta, Filmate. Orada dedilib atmaçaq edəcəm videonu. İnşallah ata bilərəm. Əslində mənim qaleriyamda problem var idi. Deyəsən düzəldi o qaleriyadakı problem. İnşallah düzəlib. Çünki nəsə vaxt video atmaq istəyirəm, ata bilmirəm yəni. Yəni əslində əvvəldən kanal açmaq istəyirdim. Yəni bu videoyu izlədiyiniz gün açdım bu kanalı. Deyəsən çünki yəni videoyu əslində sabahıza da ata bilərəm. Video əslində sabaha falan ata bilərəm, amma nəysə. Keçdik 4-cü. 4-cünü də eləyək. Videonu bağlayaq. Dostlar, əgər videom xoşunuza gəldisə, xahiş edirəm like atıb abunə olun. Hədəfim 10 abunədir. 10 abunə biraz balaca abunə ola bilər, amma mənim bu dəqiqə 0 abunəm var. Yəni heç abunəm yoxdur. Yəni ona görə mənə bu dəqiqə 10 abunə lazımdır. Bəlkə keşifdə falan çıxaram. 10 abunədən sonra dostlar, qəşəng planlarım var. Yəni plan deməyək. Nə bilim, buluşma eləyə bilərəm. Amma inanmıram o qədər olsun da. Amma bir 50 abunədə falan buluşma etmək fikrim var. Simülator bu oyunda yox, amma car parkingdə falan etmək fikrim var. Bu video dediyim kimi 3 like gəlsə, Happy moddan da bunu necə endirdiyimi göstərəcəm. Dostlar, deyirəm videonu burada bitirək. Artıq gələn video görüşərik. 3 like gəlsə, deməli Simulatorun nə tər işlədiyimi göstərəcəm. 5 like gəlsə də bunun part 2-si gələcək. İnanmıram ki, mən özümü tuta biləcəm. Yəni tez eləyədim görevləri. Amma yəni mən sizinlə bir yerdə digər görevləri eləyəcəm. Yəni narahat olmayın. Özümü tutmağa çalışacağım. Narahat olmayın siz. Neysə dostlar, bu videonun sonuna gəldik. İnşallah videomu sevmişsinizdir. Əgər videomu sevdiyseniz xahiş edirəm like atıb abunə olun. Videonun sonuna gəldik. Sağ olun. Hara bastım?